Deməli, toydan 1 saat keçmiş, qızın vəziyyəti deməli pisləşmiş, dərhal Astara rayon mərkəzi xəstəxanasına aparılmış, həkimlər tərəfindən müayinə olmuş və məlum olmuşdur ki, qızın bətnində 7 aylıq döl tələf olmuş və bu səbəbdən də qızın həyatını xilas etmək mümkün olmamışdır. Yəni onlar sırf toy etmə məqsədi ilə Bəli, sırf toy etmə məqsədilə Bakı şəhərindən gəliblər, toy vaxtını müəyyənləşdirib və toyu 28 oktyabr saat 1-də, yəni 13:00-da keçiriblər. Sözü gedən vətəndaş, yəni İmanova Əfsanə Məqsud qızı da həmin kənd sakini olsa da, yəni Pəlikeş ərazisində, Dolu kəndində daimi qeydiyyatda olsa da, onlar həmişə Bakıda yaşayıblar, Bakıda olublar. Sonra bəli, hər iki ailə Bakıda yaşayıb, sonradan isə oğlan tərəfi deməli Şadlıq sarayına danışıb ki, onun toyu olacaq. Həmin günü ayın 28-də toy təyin olunub və Şadlıq sarayı da bu barədə demək olar ki, heç bir məlumat qabaqcadan bilməyib. O toyu təyin edib, həmin vaxtdan da qızı dəvət ediblər Şadlıq sarayına və toyu keçiriblər.